Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bugünkü videoda biz zamanlar bölməsinə toxunacaq. Qeyd edeyim ki, Azərbaycan dili ilə müqayisədə ingilis dilində zamanların sayı çoxdur. Zamanları yaxşı bilmək üçün siz feilin nə olduğunu bilməlisiniz. Feil hərəkət bildirən əsas hissəsidir. İngilislərdə ümumiyyətlə əsas feil, köməkçi feil, modal feil və bağlayıcı feil anlayışları vardır. Biz bugün əsas feillərə toxunacaq. Bir də ki, to be feilindən danışacaq. To be feilinin və feilin indiki sadə zaman formasında işlənməsindən. Siz yadda saxlamalısınız ki, feillər məsdər formasında lüğətlərdə olur. Məsdər forması nə deməkdir? Feilin məsdər forması o deməkdir ki, uşaqlar, feilin qarşısındakı to məqmək hissəciyi olur. Biz artıq həmin to məqmək hissəciyi olan feili şəxsə və zamana görə dəyişərkən həmin feilin qarşısındakı to-nu atırıq. Daha sonra isə I, you, we, they şəxs əvəzliyə və cəm isimlər people, children, students və s. kimi cəm isimlərinin qarşısında işlədirik. Deməli, ingilis dilində cümlə quruluşu, belə deyim ki, mübtəda və xəbər strukturuna əsaslanır. Birinci mübtəda, daha sonra isə xəbər gəlir. Deməli, deklarativ sentens nəqli cümlələr adlanır və nəqli cümlələr özü iki yerə bölünür. Təsdiq cümlələri və inkar cümlələr. Təsdiq cümlələri affirmativ sentensdir, inkar cümlələr isə negativ sentens adlanır. Təsdiq cümlələrdə biz feilin qarşısındakı to-nu salırıq. I, məsələn, to work feili olsun. I work, mən işləyirəm. You work, sən və ya siz işləyirsiniz. We work, biz işləyirik. They work, onlar işləyir. People work, insanlar işləyir. Students work, şagirdlər, tələbələr işləyir və s. Bu şəkildə davam edirik. Bu bizim olur təsdiq formamız. Ancaq hidə, şidə, itdə və tək isimlərdə isə biz feilin sonuna xəbər şəkilsi artırıq ki, həmin xəbər şəkilsi bizdən təkliyi xəbər verir. Nə mənada? Uşaqların ən çox çaşdığı məqamlardan biri görülən S-dir. Yəni, siz yadda saxlamalısınız ki, biz əgər isimlərin sonuna S, ES, ES, yəni S, IS və ES artırıqsa, artıq bu şəkilcilər cəmdən xəbər verir. Yəni, mübtəda rolunda çıxış edən həmin cəm isimlərin cəm formasında olduğunu bildirir. Ancaq feillərin sonuna artırıqsa, bu feillərin tək olduğuna xəbər verir. Birincisi, bu nüansı qarşıdurmaq lazımdır. He, o qadın, o kişi cinsi, she, o qadın cinsi, it, orta cins və yaxud da ki, child olsun, student olsun, teacher olsun. Təkdə olduğundan dolayı biz mütləq o feilin sonunda S sonluğunu göstərməliyik ki, yəni mübtədamız təkdir, xəbərimiz də təkdə olmalıdır. Yəni mübtəda xəbər uzlaşmasının balansını pozmamalısınız. Bu oldu bizim təsdiq formamız. Və bəzən tək xəbər şəkilsi S yox, ES və ES ola bilər. İndi baxaq görək bunlar hansı hallarda mövcuddur. Əgər biz feillərin sonunu S, 2S, SH, CH, TCH, X və O hərflərlə bitən görəriksə, bu zaman biz feillərin sonuna S yox, S artıracaqsınız. Əgər feillərin sonu Y hərfi ilə bitərsə, iki hal mövcud olacaqdır. Y hərfindən əvvəl sait gələrsə, sadəcə və sadəcə S əlavə edirsiniz. Y hərfindən əvvəl samit gələrsə, Y hərfi düşür aya, yəni i-yə keçir və S əlavə edirsiniz. Məsəl üçün, play sözü. Playdən əvvəl A saitindən istifadə olunub, yəni A saitindən istifadə olunub. Buna görə o sayıcılar S artıracaqsınız. Amma carry, daşımaq sözündən əvvəl A, yəni R hərfi, samit hərf istifadə olunub deyə biz oradakı y-nı salacaq, i-yə çevirəcək və S əlavə edəcək. Deməli, bizim S, ES və IS-imizin şərtlərini bildik ki, nə zaman hansı feillərdə bu şəkilçi xəbər şəkilsləri əlavə olunur. Hansı ki, bunlar tək xəbəri bildirir. Və bu oldu bizim indiki sadə zamanda təsdiq formalarımız. Təsdiq formamız hər şəxsə uyğun olaraq həm tək mübtəda, həm cəm mübtədaya uyğun olaraq. Bir də ki, biz artıq bu zamanın inkarını və sualını öyrənməliyik. İngilis dilində belə bir qayda var ki, biz artıq bir cümlənin inkarını və sualını formalaşdırırıqsa, bizim artıq əsas feillə yanaşı köməkçi feilə ehtiyacımız var. Və adından da gördüyü kimi əsas feilin köməkçi feilə ehtiyacı var və daha çox onlar bir-birinə daha yaxın olur. Belə deyim ki, indiki sadə zamanda biz əsas feil hərəkət bildirir deyə bizə to do lazımdır ki, to do da etmək deməkdir. Hərəkət bildirən sözlərin yanında işlənir. Və indiki zamanda to do-nun iki forması mövcuddur. Do və does. Bayaq yenə dediyimiz kimi, I-da, you-da, we-da, they-də necə feilin özü olursa, I-da, you-da, we-da, they-də və cəm isimlərdə do olacaq. Ancaq hidə, şidə, itdə, does-da və tək isimlərdə bu does olacaqdır. Yenə S sonluğu bizim təkliyimizi bildirməlidir. Deməli, sualda do, does keçəcək cümlənin əvvəlinə. Yəni, mübtədamızın əvvəlinə keçəcək və sonunda sual işarəsi qoyacaq. Məsəl üçün, do I, do you, do we, do they və yaxud da ki, do people, do children və s. və sonrası feilin özü gələcəkdir. Deməli, do üstəgəl, mübtəda üstəgəl, əsas feil. Təklərdə isə does olacaq, hidə, şidə, itdə və tək isimlərdə və doesdan sonra gələn bu isimlərdən sonra olan feil isə ikin formasında qalacaq. Yəni, bayaqdan biz he works deyirdiksə,
Məsəl üçün he works deyirdiksə, artıq sualda does he work deyəcəksiniz. Artıq oradakı s mütləq düşməlidir. Yəni şərtimiz budur ki, uşaqlar, ingiliscəsində belə bir qızıl qaydalardan var ki, yəni bir şeyin göstəricisi varsa o bir dənə olmalıdır. Məsəl üçün, təkliyi göstərərsə bu bir də qayda olmalıdır. İnkarlığı göstərərsə bu bir inkarlıq göstəricisi olmalıdır. Buna görə də qaydaya riayət etmək lazımdır. İnkarlı isə sadəcə olaraq I don't, you don't, we don't, they don't, he doesn't, she doesn't, it doesn't olacaq. Yenə feil ilkin formasından qalacaqdır. Sonra uşaqlar to be qaydası var. Hansı ki to be am, is, are-dan ifadə olunur. Yəni bu indiki sadə zaman formasıdır. I da am olacaq, you da are, he də, she də, it də is, we də are, they də are, cəm isimlər də are və tək isimlər isə is olacaqdır. Biz bu qaydanı bilirik. Demək olar ki, asan bir qaydadır. Onda sualı inkarı to be keçə cümlənin əvvəl, yəni əmizar keçə cümlənin əvvəlinə sual işarəsi qoyuruq. İnkarda əmizardan sonra not yazırıq. Biz bunu bilirik. Deməli uşaqlar, biz indi hal-hazırda indiki sadə zamanın quruluşunu öyrəndik ki, necə işlənir, necə yazılır, cümlə quruluşu nə şəkildə davam edir. İndi isə bizə sual olunur. Bəs yaxşı, həmin cümlələri nə zaman istifadə edək? Mən nə bilim ki, bu indiki sadə zamanda istifadə olunmalıdır. Deməli şərtlərimizdən biri, daim təkrarladığımız adət halına almış hərəkətləri göstərmək üçün bu zamandan istifadə edirik. Məsəl üçün şagirdlərin hər gün olmasa belə, belə deyim, bəzi şagirdlərin həftədə 5 dəfə, bəzi şagirdlərin həftədə 6 dəfə məktəbə getməsi onların vərdişidir. Misal üçün, şagirdlər həftədə 5 dəfə məktəbə gedir. Students go to school 5 times a week və yaxud da ki, some students go to school 6 times a week. Həftədə 6 dəfə məktəbə gedir. Yəni, fikir verdinizsə, şagirdlər sözü cəmdə olduğundan dolayı mən go dedim. Ancaq desəm ki, məsəl üçün, mənim qızım həftədə 5 dəfə məktəbə gedir. My daughter goes to school 5 times a week. Artıq my daughter dedim. My daughter, mənim qızım bir nəfərdir. Ona görə GOS feilimizin sonuna S artırdım. Sonra uşaqlar, kimsə tərəfindən qarşısı alınmayan təbiət hadisələri olsun, ümumi faktlar, həqiqətləri əks etdirən sözlərimiz olsun, bunlar da indiki sadə zamanda istifadə olunacaqdır. Məsəl üçün, the sun rises in the east, günəşin şərqdə doğmağı. Bu, hər zaman baş verən prosesdir ki, hansı ki, kimsə tərəfindən qarşısı alına bilmir. Sonra, günəş şərqdə olduğundan dolayı biz orada rise sözünü S artırdıq. Sonra əsas məsələ zaman göstəriciləri. Ümumiyyətlə, zamanlar öyrənərkən xahiş edirəm. İndiki zamanla başlamışıq. İndiki zaman göstəricilərini yaxşı öyrənin ki, mən sizə keçmiş zaman və gəldiyi zaman keçəndə biz bunları qarışdırmayaq. İndiki zamanın məşhur göstəriciləri. Always həmişə sözü, usually adətən sözü, often tez-tez, never heç vaxt, sometimes bəzən, every üstəgəl zaman bildirən sözlər, once a week, twice a day, 3 times a year, ildə 5 dəfə, 4 dəfə, nə bilim, ayda 10 dəfə olsun, ayda 2 dəfə, həftədə 1 dəfə, bu kimi sözlər. Bir də ki, 10 üstəgəl həftə sonları, bir də üstəgəl saat bildirən sözlərimiz də indiki sadə zamanı zərf edir. Qeyd ki, saat bölməsi həm gələcək zamanda var, saat zaman zərfi olaraq, həm indiki zamanda, həm keçmiş, həm gələcəkdə var. Yəni, baxacaqsınız cümlənin özünün açıqlamasına, mənasına. Deməli, birinci başlayaq zaman göstəricilərindən. Ümumiyyətlə, bu zaman göstəricilərinin cümlədə özünün yerləşmə forması vardır. Bu sadaladığım 5 zaman zərfi təsdiq cümlələrdə əsas feildən sonra mübtədadan əvvəl işlənir. Bu deməkdir ki, mübtəda və feil, yəni xəbər arasında işlənir. Məsəl üçün, I mübtədadır, go feildir, I often go. Usually həmçinin o şəkildədir. Sonra, to be feilindən sonra işlənir, yəni əmizarı gördünüz, o zaman yenə həmin zaman göstəricindən istifadə edəcəyik. Sometimes həm cümlənin əvvəlində isə həm ortasında işlənə bilər. Amma qeyd edim ki, sometimes inkar cümlələrdə işlənə bilməz. İnkar cümlələrdə eyni zamanda never sözdə istifadə olunmaz. Niyə? Çünki never özü təsdiq cümlədə istifadə olmalıdır. Çünki never'ın özünün mənası heç vaxt deməkdir. Yəni inkarlığı bildirir. Siz təzən inkar cümlədə işlətsəz, mən dediyim bayaqki qaydanı pozmuş olacaqsınız. Yəni bir inkar göstəricisi olmalıdır. Bir də ki, bu zaman zərfləri inkar cümlədə don't və doesn't feillərindən, yəni köməkçi feillərindən sonra işlənir. Məsəl üçün, I don't often go. Amma I often don't go deyə bilməzsiniz, diqqətli olmalısınız. Deməli, necə oldu? Mübtəda xəbər arasında işlənir təsdiq cümlələrdə, inkar cümlələrdə köməkçi feildən sonra istifadə olunur, sual cümlələrində mübtədadan sonra istifadə olunur, bir də ki, özlərinin yerləri vardır. Sonra uşaqlar, every üstəgəl zaman bildirən sözlər isə daha çox cümlənin ya əvvəlində olur, ya sonunda olur. Once a week, twice a day, 3 times a year kimi sözlərdə çox vaxt cümlənin sonunda olur və bu zaman göstəricilərinə biz how often ilə sual veririk. On Sunday isə cümlənin sonunda olur, daha çox when ilə sual veririk.
və təsdiq cümlənin quruluşuna baxmalısınız. Deməli uşaqlar, gəlin indi fikir verək. Baxın metodanı verdik. Sonra bizə gələcək zaman zərfimiz. Zaman zərfi isə əsas feilin ortasında, yəni metodanın əsas feilin arasında işlənməlidir. Biz onu işlətdik. Sonra feildən sonra isə artıq tamamlıq gəlməlidir və yer zərfi varsa yer zərfi də gəlməlidir. Bir də ki, təsdiq cümlənin quruluşunu biz verərik to be ilə. Biz dedik ki, zaman zərfləri to be-dən sonra işlənəcək. Yəni bu deməkdir ki, metoda gəlir, to be gəlir, yəni əmizar gəlir, daha sonra zaman zərfi, lazım gələrsə yer zərfi falan istifadə olunacaqdır. Deməli bu bizim oldu. İndiki sadə zamanla bağlı cümlə quruluşumuz və cümlədə işlənmə yerləri. Gəlin dərsi daha yaxşı başa düşmək üçün, yəni nəzəri hissəni praktiki cəhətdən göstərmək üçün testlərimizə nəzər yetirək. Qeyd edim ki, burada testlər təkcə bir zamanda deyil, 4 zamanda istifadə olunubdur. Yəni bizə qalır o suallara diqqətlə fikir vermək. Misal üçün, burada 4-cü sualda in the morning var, səhər. Yəni səhər, bunun səhər yeməyi bizim hamımızın vərdişidir. Buna görə də biz bunu indiki sadə zamanda istifadə etməliyik. Və mən testə baxıram ki, indiki sadə zamanda sual formasındadır və biz sualda do-dan istifadə edəcəyik. You var deyə biz artıq avtomatik nə edirik? Do-nu seçirik. Amma he, she, it olsaydı da seçərdiniz və burada have formasında qalır. Sonra başqa bir testə baxaq. Misal üçün. Burada artıq konkret bir zaman zərfi var. Twice a week, həftədə 2 dəfə sözüdür. İndiki sadə zaman zərfidir. Metodamız postman, poçtalyon sözlə ifadə olunubdur. Mən A ilə B arasında qalıram, amma mən sizə dedim ki, əgər metodamız tək olarsa, yəni biz buna he gözünə baxırıq. O kişi cinsində bir poçtalyona söhbət gedir. Artıq mən orada feilin sonuna s artırmalıyam. Söhbət postman-dən getsəydi, yəni poçtalyonlardan getsəydi, artıq orada mən deliver sözünü verərdim. Sonra daha bir testə yenə baxaq. 30-cu suala davam eləyək. Məsələn, Gülzar was very tired after work. İşdən sonra o çox yorğun idi. Bu artıq keçmiş zamanda verilibdir. Ona görə bu testə baxmayaq. İndiki zamanda verilsə davam eləyərdim baxmağa. Sonra, misal üçün, başqa görək harda var bizim zamanımızla bağlı olaraq. Bir də uşaqlar, əslində indiki sadə zaman xüsusi sual cümləsinin ifadə olması da var. Onun sizə xüsusi sözlər gəlir, sonra köməkçi feil, modal feil gəlir. O xüsusi sual sözlərlə bağlı olan videonu başqa vaxt göstərəcəyəm, çəkəcəyəm. Deməli uşaqlar, baxın burada 69-cu sualla videomuzu yekunlaşdıraq. Deməli burada on Saturday sözü istifadə olunubdur. On Saturday şənbə günü deməkdir. Yəni biz demişdik, 10 üstə gəl həftə sonu gələrsə, yenə indiki sadə zamanda verəcəksiniz. Ancaq bir şey qeyd edim ki, my mother burada təkdədir. Avtomatik mən versəm buys verərdim. Artıq onu verməyibdir. Baxıram burada shall by alacaq. Burada da bilməlisiniz ki, ayda və vida shall olur. Biz to be qaydasını keçmişik. Bir dənə A variantı qalır. Bəzən dediyimiz zaman zərflərindən, yəni müəyyən zaman zərfləri var ki, həm bu zamanda istifadə oluna bilər, həm də digər zamanda istifadə oluna bilər. Sadəcə siz variantları test işləyərkən yadda saxlamalısınız ki, şənbə günü ola bilsin ki, o proses olubdur. Yəni anam şənbə günü mənə artıq o qısa qol idman köynəyini alıbdır ya da ki alır. Şənbə günləri bu gedir alır. Yəni bu artıq şənbə günü artıq alıbdır. Bir var on Saturday, bir var on Saturdays. Diqqətli olmalısınız. Yəni şənbə günləri desə artıq bu sənin vərdişindir. Bir şənbədən baş verən proses artıq ola bilər ki, bizdə keçmişdə qalmışdır. Bununla da biz məsəl üçün səsin 9-a baxaq bir dənə. Deməli burada deyək ki, every var. Artıq every konkret zaman zərfidir. Hər səhər bu saat altında durur, vərdişidir. My grandmother təkdir, mənim nənəm sözü və avtomatik cavab verə bilərsiniz. Bununla da biz indiki sadə zamanın izahı ilə tanış olduq və müəyyən suallara baxdıq. Ümid edirəm ki, bu video sizin üçün yararlı olar. Hələlik görüşənə qədər.